Love bombing nədir və narsistlər bunu necə idarə edir? Aslında love bombing dediğimiz hal yani bir sevgi bombardımanıdır. Yani insan yeni münasebet kurur ve bu yeniliğine bakmayarak böyük miqdarda bir sevgi mesajı ve sevgi belə deyək də qayğı sevgi əlamətləri verir, hədiyyəsi verir. Doktor, baxın, əsasən love bombing eləyən bizdə qarşı tərəfdə, yəni oğlanlar olur. Qızlar da bu münasibətin başlanğıcında bunu gördükləri üçün birdən-birə tamamilə bu yəni siz dediyiniz kimi hədiyyələrin, zənglərin, mesajların arası kəsilir. Və bunu görəndən sonra avtomatik olaraq bir sual işarəsi yaranır və bunu sorğulamağa başlayırlar. Bəs burada sorun narsist olan tərəf qadınlar olur yoxsa kişilər? Yəni əslində təsvir etdiyiniz kişilərdə olan bir məqamdır. Yəni əgər davranır, yəni kim edirsə onun problemidir. Əlbəttə ki, love bombingi hər zaman tək narsist eləmir, yəni çox problem olan insanlar edəcək. Və ya ümumiyyətlə ciddi bir şəxsiyyət patologiyası olmayıb, sadəcə ünsiyyət bacarıqları zəif olan insan edəcək. Hətta bu bəzən autistik bir insan belə ola bilər, çünki bir coping skill kimi götürür ki, belə eləmək lazımdır. Məsələn, atasından görür. Amma adam insanları çox anlamadığı üçün bunu bir şablon kimi edir. Yəni çünki özündən bu çox gəlmir. Burada ən önəmli məqam insanın bu mənə uyğun deyil deməsidir.